Səni əsəbləşdirəcək neynədim ki? Daha neynəyəcəksən bundan artıq? Sevgilimin Murad olduğunu demədim ki. Hə, bunu da deyərdin, incə daha da rahat olardın. Sən niyə xoşun gəlmir Yasemin mənimlə? Hı? Hər dəfə onun adı gələndə əsəbləşirsən. Məndən nə gizlədirsən? Heç nə. Sən bunu hardan çıxarsan? Sənin sözlərindən. Bax İnci, Muradla aranda olanları heç kim bilməməlidir universitetdə. Sən birinci kursan, söhbət gedib dekanlığa çatsa səni də çıxaracaqlar. Yasemin xanıma da çox inanma, məncə. Tək səbəb budur. Başqa nə olmalıdır ki İnci? Bax İnci, Yasemin xanımın ən böyük rəqibi Muraddır. İnci, sən fikir verdin birinci dərsə gələndə sərbəst dərs keçmək istəyirdi, uşaqlarla mehriban olmağa çalışırdı. Deyirəm, birdən sənin ağzından söz alır, sonra gedib Murada qarşı istifadə etməyə çalışar. Ehtiyatlı ol, Muradla münasibətin universitetdə heç kim bilməməlidir. Həm də fikir eləmə. Onsuz da Muradla sevgili olduğu deməlisən. Mən sən xətrifə dəymək istəmirdim, yaxşı? Bəzən hər şey biz böyüklərin istədiyi kimi olmur. Bu uşaqlar pis bir şey eləməyiblər. Sadəcə bir-birlərini sevirlər. Bilirəm, sizi başa düşürəm indi. Amma Banu özü qərar verəcək bir yaşdadır. Mən də oğlumun sevgisinə inandığım üçün indi buradayam. Xanım Əlmə, zəhmət olmasa çıxın. Murad müəllim, xahiş edirəm, əsəbi ağılla qərar verməyin. Mən sizi eşitmək istəmirəm. Xahiş edirəm, çıxasız bayra. Murad müəllim, biz indi onların qarşısında yox, yanlarında olmalıyıq. Xanım müəllimə, yadınızdadırsa mən sizə bir dəfə demişdim. Hər ikisi xoşbəxt olsun. Amma bir yerdə yox, ayrı-ayrılıqda. İndi xahiş edirəm, çıxasız bayra. Murad müəllim... Xanım müəllimə, mən sizdən artıq dərəcədə xahiş edirəm. Çıxın bayra. Daha bildik də bir sevgilim var. Nə olub? Sevməyənlər Mahiri başa düşməz. Ay qız, biz sevib seviləndə sən heç dünyadan xəbərin yox idi? Çox maraqlıdır ya, Afaq. Görürsən sənə kim sevir? Uşaqlar, Nüsrətdən danışır. Fiko Nüsrətin səsində işləndə nə dedi? Heç nə. Dedi ki, siz gedin, mən özüm biləm nə edəcəm. Uşaqlar, gərək eləməyərdisə, birdən töhmət olar. Şala, doğrudan nə? Nüsrət ana? Səbiş Atabalan məktəbdə problemi çıxıb sinif yoldaşları ilə. Nüsrət də qoşuldu Balakişiyə getdi ki, Balakişinin dili yoxdur. Siz ancaq elə gülün. İşiniz gücünüz yoxdur sizin. Hə? Əl çəkin də bu xarabadan. Gedin evinizə də balam. Gedin. Ay Tombik, sənsiz yaşaya bilmirik də. Neyək? Bura bax Səbinə xanım. Mən bilirəm, sən mənə ilişmək istəyirsən. Öz axır vaxtlar. Çaşıb birdən sevib eləyərsən. Amma onu bilgilən ki, bu nömrəyə zəng çatmır.
Elə bilirdim burada avaralanırsınız. 2 dəqiqədən sonra dərs başlayacaq. Durun gedək. Eşitmirsən? Durun. Dərsin vaxtında biz dərsdə olacağıq. Narahat olma. Olmasaz bilirsiniz də nə edəcəm. 2 dəqiqə. Uşaqlar, məndən sizə demək. Bunu alan yazıq olur. Tombik, asta ola. Sən bilirsən də, ən böyük sevgilər nifrətdən başlayır. Harada qaldı bu? Yığıram zəng çatmır. Gözlə mən deyiləm. Yəqin zərtqası qutarıb da, birazdan gələr. Bəs deməmişdi hara gedib? Axırıncı dəfə danışanda dedi ki, anam atam üçün darıxmışam. Sonra yoxa çıxdı. Yəqin qəbiristə gedib də. Deyirəm, mən olmasam batar usta. Əl üzdən bir iş gəlmir də üstün. Sənin də bir dənə xırda şişirtməyin var da. Danqıl deyir. Düdük. Belə boş-boş danışmağından görürəm ki, yenə bir zibil qaynatmısan. Nüsrətdə heç vaxt yox söz olmayıb, başa düşdün? Mən olmasaydım, atalı bir dəqiqə kətdə qoyunlarına baxırsan. Deyə gələm. Kasım balası belətdə qardaş. Bir dənə yaxşılıq elə, olsa görsənmir. Amma hansısa dekan oğlu bir dənə yaxşılıq eləsin, o dəqiqə başdan dönər. Nüsrət, sən çaşma ya. Hansı nədir? Yox, qələt edirəm, pəriz mən artıq söz demərəm. Oysa, ağıllı. Qorxaq. Qaçma. Sən kimin evini yıxırsan? Sizin eviniz onsuz da yıxılıb, mən düzəltməyə çalışıram. Sağ ol be, krasavitsa. Gördün? Mobusda Starus'tan bağladı. Sənin bu dəqiqə ağzı belə bağlayacağam ki, bir də aça bilməyəcəksən. Salam uşaqlar. Dərsə hazırsınız? Deyirəm, müəllimə, bu qədər dərdimiz var. Dərsini edirik, dərs qalsın. Baba, söhbət edeyim. Nüsrət, istəsən lap ayaq üstə danışaq. Ay, söhbətdir. Belə müəllimə xahiş edirsə, belə müəllimənin xahişindən çıxmaq olar. Bu da ya. Uşaqlar. Möhtəşəm. Buyur. Sənin ölündə dekanlığı xəbər eləyəcək, bizi yandıracaq. Ala kef elə, onsuz da dekanlıqda, onun haqqında hər şeyi bilirlər. Necədir müəllimə? Təzahürümüz xoşunuza gəldi? Çox gözəl. Mən indi rəqsin həyatımıza təzahüründən danışmaq istəyirdim sizlə. Eynən məni şümküləşdir. Mən də bu dəqiqə məzahir şey. Çox gözəl, əyləş yerivə. Üzün ağ olsun, mənim özün ağ olsun.
Ay da uşaqlar, elə belə şirin-şirin, qəşəng-qəşəng brend oynayırdınız ki. Yaxşı. Deyirəm, fikir kimi doşa balmışıq. Murad kimi bal çıxıb. Bal deyim əlimə, özüm örüm, bal. Yaxşı uşaqlar, zarafatları yığışdırın, başlayaq dərsə. Hə Murad. Səsin pis gəlirdi. Nə olmuşdu? Murad, yaxşısan? Niyə mənə yalandan dedin? Mən nə yalan demişəm ki sənə? Turanla sevgili olduğumu. Xanım müəllimə düz deyir. Hə Murad. Biz Turanla sevgiliyik. Utanmırsan elə dilbədə gətirirsən. Mən də sənə görə cəmaatla qırğın eləyirəm. Düz deyirsən. Mən bunları sənə deməməliydim. Utanmalıydım. Amma ola bilsin ki, bunları sənə deməyə bir də cəsarətim çatmasın. Mən ondan uzaqlaşmaq istədikcə daha çox bağlandım. Səndən utanırdım hər dəfə üzvə baxanda. Hər dəfə gözümə baxanda yerin dibinə girirdim. Amma ürəyimə söz keçirə bilmədim. Turaldan uzaqlaşmaq istədikcə ona daha çox bağlandım. Tural məni sevdikcə mən onu daha çox sevdim. Mən özümdən bacara bilmədim, Murad. Tural da məni çox sevdi. Hər şeydən, hamıdan çox. Get otağıma. Niyə siz çəkirdiniz? Çox sağ olun. Bəlkə aramızdakı sizi yığışdıraq, səndən danışaq. Siz mənim müəllimimsiz axı. Gəl belə danışaq. Dərsdə siz, təklikdə sən. Bir nəfər yadıma düşdü. O da mənə belə demişdi. Onu deyəsən çox sevirsən. Həm də çox. Mənim ondan başqa heç kimim yoxdur axı. Atam rəhmətə gedəndən sonra bacım dara getdi. Tək qaldım. Amma mənim təkliyimi yox elədi. Neçə vaxt sevgilisiz? Dərs başlayan gündən vuruldum ona. O gündən də bütün həyatın o oldu. Özümü onsuz təsəvvür eləyə bilmirəm. Gözlərimə baxanda nə fikirləşdiyimi bilir. Bir sözümdən nə demək istədiyimi bilir. O çox xoşbəxtdir ki, sənin kimi sevdiyi var onun. Məncə, mən çox xoşbəxtəm ki, belə sevgi yaşayıram. Bu çox yaxşıdır ki, sən belə sevirsən İnci. Amma mən bir şey demək istəyirəm. Hər şeyə hazır ol. Bu həyatdır. Hər şey ola bilər. Ola bilməz. Çünki o mənim idealımdır. Mən səhv eləyərəm, amma o heç vaxt eləməz. Mənə çox maraqlıdır. O kimdir ki? O dünyanın ən gözəl sevgilisidir. Ən yaxşı insanıdır. Sən başa düşürəm. Sən hazır olanda mən çox istəyərdim ondan tanış olum.
Nə olub bam? Nə olacaq Duru? Murad hər şeyi bildi. Sən heç nə eləmədi. Nəsə dedisən? Sevgili olduğunuzu bilirəm deyəndə gizlənməyə yer axtarırdı. Bilsən hər şey xanım mənimlə danışıb Murada. Bir dəqiqə, yoxsa sən bilirdin? Hə? Hə, Tural, bilirdin sən? Mama mənə demişdi ki, Murad mənimlə danışacaq. Sən bunu mənə indi deyirsən, Tural. Bana mən sənə demişdim də Murad mənim hər şeyi biləcək. Mən də sənə demişdim ki, hələ hazır deyiləm. Mən onun qarşısına çıxmağa hələ hazır deyiləm. Mən başa düşmürəm. Biz nə vaxta qədər sıçan bir şey oynayacağıq? Nə vaxta qədər gizlədəcəkdik? Biz gizlətdikcə Pərviz ortalıqda ürək bulandırırdı. Görmürsən sən? Tural. Murad hər şeyi məndən eşitməlidir, başqalarından yox. Ban, mənim mamam başqasıdır. Nə elirsə bizim üçün eləyir. Bağışda, mən elə demək istəmirdim. Of, Tural, of. Heç nə başa düşmürsən, heç nə. Bilmirəm İnci. Bilmirəm neyniyim. Banu hər gün gözümün qabağında ağlayır. Bilirəm sənin üçün çətindir. O əclafla heç nə baş tutmayacaq. Tural elədiklərindən peşmandı axı. Sən də sağ ol da bilib gizlədirdin məndən. Mən? Yox, mən. Mən sən əsəbləşəcəksən deyə qorxdum. Həm də sən məndən heç nə soruşmadın axı. Bilirəm, söz vermişdim. Səndən heç nə gizlətməyəcəm. Amma Banu'ya görə sustum da. Dedim, özü hazır olanda gəlib sənə deyər. Bilirəm, səhv elədim. Üzr istəyirəm. Əsəbləşdin? İndi əsəbləşsəm də bir mənası yoxdur. Keçdi artıq. Bəlkə danışasan Tural'la. Heç vaxt. Mən uşaqzadan bəyəm gedim ayağına. Gec-tez ikisi də anlayacaq ki, bunların sevgisi baş tutmayacaq. Vəssalam. Bir Allah avtobusla gələndə getmişəm xəyallara da özümü. Konkret elə mənim imkanıyam da. Pul, villa, maşın. Gündə hər bir dənə qonaqlıq verim. Yaxşı da risk bir dənə turumuz eldi şoför. Sən o ayıldım ya. Pul var yoxsa havaya xərcliydim də. Yaxşı ki, hava yadalarını uçmamısan. Müsrət, ehtiyatlı ol. Xəyallar tərsinə də olur. Boş-boş danışma. O sən xəyallarında gic-gic. Gündə qıvrımsası görür xəyalımda. Axırda deyil, hamıya məlumdur da. O kimdir o qıvrımsas qız? Yo, adım deyə bilmərəm, yəni ülvi icazə vermir. Amma belə ipucu deyə bilərəm, yəni İngil var. Vakka. Nüsrət, biraz da çox danışsan, sən yasına yığışacaq. Qoyaram şimdən ağzın üstündən al sən. Sabahınız xeyir uşaqlar. O usta, o sabahımızda əgər sən varsansa, o sabahdan çətin xeyir olar, ondan çətin xeyir. Çox kobudsan, Nə olsun, zaten o ürəyim təmizdir. İçib 10 bun balasını söymirəm ki. İçib məndən sonra qəşəng başımı qurlayıram, əhlimi də istəyəcək indirəm.
Nə dəxli var? Salam. Salam. Здравствуйте, Qızqayıt müəllim. Deyirəm uşaqlar, Qızqayıtın başına oynasmağın əsl vaxtıdır, hə? Hazırsan? Mən yoxam. Ümumiyyətlə sən nə deyib gəlmisən həyata, hə? Yox, özünə sual vermişsən, bax nə deyib gəlmisən, də? Papağı qoy qabağa, fikirləş, nə deyib gəlmisən? Şşt, yanında. Bəs kağızı kim yapışdıracaq? Bu nə sualdır ya Afa? Kim yapışdıracaq? İçimizdə ən peşəkar, ən bacarıqlı, ən ağıllı Nüsrət. Yəni bax belə bir şey. Hala məncə də bu işin ustası Nüsrətdir. Ondan başqası yalandır. Sağ ol Eylül. Bax bu sözü indi özümə kompliment götürürəm. Necədir? Kompliment, hə? Hə, kompliment. Olsun kompliment. Komplimenti. Hə, elədir, komplimenti. Ver görüm, ver görüm, ver görüm. Tez elə belə çaldım. Demək nə yazırıq? Evdə qalmışam. Düz yaz. Düzdür. Qəşəng yaz da. Həmşət sacı. Nətərdir? Sən də nətərdir? Daha qoy da. Allah sağ. İrəm qaldıqca qızıla dönən müəlliməmiz. Universitetimizin ağ birçəyi, tələbələrinin şirini, şəkəri. Sabahınız xeyir, Qızqayıt müəllimə. Sənin də sabahın xeyir, Nüsrət. Səhər-səhər belə sözlər nə münasibətləndir ki? Bilməm nətər demək, Qızqayıt müəllimə. Elə bu gecə yuxumda nənəm görmüşəm. Sizdən göyçək olmasın, çox göyçək ərvad idi, vallahi elə. Kətdə hamı ölürdü onun dərdindən. Bu da elə hamıya yox deyə, axırda o arvadağız babama qismət oldu. Allah xoşbat ola. İndi, Allah, Qızqayıt müəllim, sizi görəndə nənəm yalmaş, nənəm. İcazə versiniz, sizi bağırma basardım Qızqayıt müəllim. Bir nənə kimi. Can, Allah nənəyə rəhmət eləsin. Can, gəl səni qucaqlayım. Nənə alır. Çox pis oldum valla. Möhkəm olun qızlar, mən möhkəm olun. Nənəm valla nənəm. Eynən nənəm. Nənəm. Özü tapmıyor geldi. Bir avı da bir. Nə olub səhər, hə? Səhərin gözü açılmış gəlir oturlara burada. Çay da qaynamayıb. Öldürmüşsə. Ona da. Baş xarab olub. Evdə qalmadan baş xarab olub. Bitirdim, yəni Qızqayıt da belə bitirdim. Qızqayıt müəllimə, bu nədir? Nədir? Nə olub ki, Rüstəm? Nə edirsən? Utanmırsınız. Ha?
ayıb olsun. Başa düşmədim. Bu nə danışıqdır ki, məndən danışırsan sən? Mən sizdən gözləməzdim qız qayıtmalı. Sizə nə olub ki? Siz niyə gülürsünüz? Nə oxuyursunuz? Deyin, mən də oxuyum gülümdə. Yox, biz onu sizə deyə bilmərik. Heç cürə. Bat yıkıl. Hemen yıkılmağını gördüm onu. Adamda. Bab. Uşaqlar, Gülşəni görməmisiniz. Görürsən, bu yıkıldı ha. Qız qayıt müəllimə. O nədir? O nədir belinizi yapışdırırsınız? Nə deyirsən? Təzahür. Bir adam dilində danış da. Canın gəlsən. Müəllimə, nə oldu? Belinizə bu nədir yapışdırmışsınız? Nə? Nüsrət! Canım! Oğlum, yaxşı ki gəldin. Gülşen ana, Gülşən yoxdur ki, olsa bura gelmezdim ki. aranız deyil. İndidən bir sözə görə küsüb gedirsə, evlənən sonra nə olacaq? Sevginiz elə budur. Gülşen bura gelip ya yok. Gedəndən gəlməyib. Gəlməlidir ki. Yaxşı oğlum, keç. Gedək oturaq, söhbət eləyək. Darıxmışam səndən ötürü. Yok imamı, Gülşen tapmalı. Oğlum, Mahir. Sağ ol Gülşən. Bir sözümdən çıxıb getdi. Mahirin ağlı başına gələr. Murad çox əsəbidir. Bilirəm. Nə qədər danışsam da razı sala bilmədim. Niyə cavab vermirsən? Hər şey ona görə oldu da. Anasını Muradın yanına göndərdi. Onsuz da Murad axır əvvəl biləcəkdi də. Belə bilməməli idi də İnci. Bundan sonra dünya dağılsa da Murad bizi bir yerdə olmağa qoymayacaq. Elə fikirləşmə. İndi Murad əsəbidir. Bəlkə əsəbi keçəndən sonra razı olacaq. Murad. İkinci şok, ikinci round başladı. Görün bacımın nişanlı olduğunu biləndə ne yiyeceksən? Muradın üzünə də baxmağa utanıram. Yəqin Tural sənsiz dura bilmir də. Test eləmək istəyir. Bu dəqiqə. Elə asanda toy eləmək. Nə eləyəcək toyu? Wow! Demək Tural toy eləsə, sən dünəndən razısan. İnci. Zarafat eləmə. Güləcək halda deyiləm. Bir nəfər məndən bağışla, mən nə olur, bağışla. Tural, əl çək. Nə ola bağışla da, xahiş edim, yalvarım, bağışla, qələt eləmişəm, bağışla, nə olur.
Bağışla, bağışla. Bağışla, xahiş edirəm. Yaxşı da, o ayıqlarım sənin yanına qaçar, əllərim də əlini tutmaq istəyir. Boyun balacadır, özün çirkinsin, amma mən səni sevirəm, ölürəm dərdindən. Bağışla, xahiş edirəm. Mənə yalvarım. Məncə Murad da bu sevginin qarşısında heç nə eləyə bilməyəcək. Nəsə eləsə qız qaçırdacaq. Kimi sevgilisin? Utanmırsana. O boyda müəllimə ilə elə zarafat eləyirsən? Mən qəribə danışsam, mən zarafat edən oğlan oxşayıram. Görmüsünüz, balamazı qatdan kiməsə mən zarafat etmişəm. Müəllimə ilə yoxsa tələbələrin kimlə zarafat etmişəm? Sus Kerim! Qız qayıt müəllimə deyir ki, sən onu nənənə oxşatmısan. Sonra da onu qucaqlayıb kürəyinə kağız yapışdırmısan. Bu müdəşir üzüncüsün, bu oxşuyur da, nənəm oxşuyur. Mən neyini baxayım? Oxşuyur nənəmə. Əsas deyib bəxti oxşamaz. Sus Kerim! Hələ dilin də var danışmağa. Avaranın bir avara. Dil, mən qurbanım, dil nə üçün verib insan? Danışmaq üçün də, bu dil insana danışmaq üçün verib. Yəni... Nüsrət, sən son vaxtlar çox qudurmusan ha. Bu artıq ikinci oldu. Sən ölənlər yox, birinci hansıdır? Bəs mən o qaranlıq qalıb, birinci hansıdır? Hə? Hər şeyi araşdırmışam. Bunların hamısı sənin işindir. O kley məsələsi var ha. O da sənin başının altından çıxır. Məni stola sən kleyləmsən. Bu eşq belə bitməz. Bıraxma, tərk etmə məni. Bu eşq belə bitməz. Bıraxma, tərk etmə məni. Atma məni ölümlərə, atma məni zibillərə. Götür məni getdiyin yerə. Atma məni ölümlərə, atma məni zibillərə. Götür məni getdiyin yerə. Sənsiz mən... bilmədim gəlməyinizi. Yaxşı səsin var, Rüstəm. Sizdən yaxşı olmasın. Yaxşıdır. Əyləşin də. Bayaq kürəyimdəki yazını görüb, mənə görə pis olmağımı gördüm. Hə, onu deyirsiniz. Açığı yaraşdırmadım sizə. Hamısı o Nüsrətin işi idi də. Fikrət müəllim onun cəzasını verəcək. O yazıya görə də narahat olma. Deyir, narahat olma. Necə narahat olmayayım qız qayıt müəllimə, hə? Mən necə narahat olmayayım ki? Gözəl cavan qızsınız da, düzdür. Bəlkə sizi kimsə gözaltı eləyib, bəlkə evlənmək istəyir sizlə, hə? Nə olub ey sözlə sizə? O nədir yapışdırıblar arxamıza, hə? O nədir? Məni fikirləşdiyin üçün çox sağ ol, Rüstəm. Bilirsən, bu yaxınlarda çox fikirləşdim. Evdəkilərlə də danışdım. Bu yaxınlarda xeyir iş olacaq. Bax. Orada? Bu barmaqda üzük olacaq. Bu barmaq. Ay, necə sevindim mən. Baxışda Banu. Mən sənə söz vermişdim ki, səni Turaldan ayırmaq üçün hər şey edəcəm. Murad müəllim, siz də bağışlayın. Yenə də sizi əsəbləşdirəcəm. Salam Murad. Müəllim, necəsiz? Başdan sizi yenə narahat eləyirəm.
Amma gəlməyə bilməzdim. Yenə nə sözün var? Bilirsiniz, elə bir şey olub ki, ona görə gəlmişəm. Yəni, bilirəm, cavanlar səhv ediblər, sizdən icazəsiz bu hərəkət ediblər. Amma siz... Kimdən danışırsan sən? Tural'la Banu'dan. Bu üzüyü mən bufetdən tapmışam. Banu'nun nişan üzüyüdür. İçində adları da var. Sizdən icazəsiz nişanlanıblar. Gülşən, sən gəlmişsən, mənim niyə xəbərim yoxdur? Mənim ən xoşbəxt günüm, Mahir. Sən bilmirsən, mən səni sevəndən səndən ayrılmışdım. Ayrılıq mənim damarımda gəzirdi. Kölgə kimi məni izləyirdi. Nə qədər ondan qaçdım, o da o qədər mənə qaçdı. Qaça bilmədim, Mahir, qaça bilmədim. Bir yolum var idi, o da səndən qaçmaq. Nəfəsim kəsilənə kimi qaçacam. Deyəcəksən qorxaqsan, denə. Sənə hər şey qurbandır. Sənə mənim xoşbəxtliyim qurbandır. Bilirəm, hər yerdə məni axtarırsan. Axtarma. Əlimi ürəyimə qoy. Döyüntünü eşidirsən? Bax, o mənim addımlarımdır. O döyündükcə mən daha da uzağa getmiş olacağam. Nə qədər uzağa getsəm də, o uzaqlıq səni məndən ayıra bilməyəcək. Çünki mənim ürəyimin açarı təkcə səndədir. Mənim qəhrəmanım, bir yuxu gördüm. Heç ayrılmaq istəmədiyim yuxu. Orada bir sən var idin, bir də səni sevən mən. Bir də bizi ayıran yalan. O yalan bizi yuxudan ayrıldan səs oldu. Kəsə bilmədim o səsi. Ağzından tutdum, yenə səsini kəsə bilmədim. O səs elə qışqırdı ki, ikimiz də birdən ayrıldıq. Mənim ən şirin yuxum, salamat qal. Şeirə həvəsin olduğunu bilmirdim. Sevgilimdən keçib. Sənə deyəsən çox şeir oxuyub o. Arada hisslərini şeirlə çatdırır. Sevgilinin qədrini bil. Hər adam belə romantik olmur. Bilirəm. Ona görə də onu çox sevirəm.
Artıq o adamın kimliyi mənə daha da maraqlı gəlir. Danışdıqlarımız aramızda qalsın olar. Birincisi biz burada ikimizik. Siz yox, sən. İkincisi də başqasının sirrini kiməsə demək heç bir adama yaraşmır. Onun kim olduğunu demək istəyirəm sənə. Amma biraz da çəkinirəm. İnci, xahiş edirəm, məndən çəkinmə. Əslində sən onu tanıyırsan. Mən? Kimdir axı o? Elə bu universitetdə işləyir. Murad müəllim. Mən Muradla sevgiliyəm.